Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində ev dustaqlığı qərarı və rəsmi şəkildə dövlətə xəyanət, hakimiyyətin zorla dəyişdirilməsinə cəhd maddələri ictimaiyyətdə çoxsaylı reaksiyalar doğurub və əlbəttə ki, bəzi versiyaların dövrəyə buraxılmasına səbəb olub. Axaraz xəbər verir ki, bu versiyalardan biri Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun ifadəsi əsasında Ramiz Mehdiyev barəsində tədbirin görülməsidir. Bu ehtimalın inandırıcılıq dərəcəsini bir kənara qoyaraq, Əli Həsənovun adının xatırlanmasını vurğulayaq. Yəni, Ramiz Mehdiyevin vətənə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi cəhdi ittihamlarında Əli Həsənovun yada düşməsi təsadüfi deyil. Əli Həsənov uzun illər Prezident Administrasiyasında şöbə müdiri vəzifəsini daşıyıb və bir müddət prezident köməkçisi də olub. Rəqəmlərə diqqət edək. Ramiz Mehdiyev 1995-ci ilin 7 fevralında Prezident Administrasiyasının rəhbəri təyin edilib. Qısa müddət sonra elə həmin ildə Əli Həsənov Prezident Administrasiyasında İctimai-Siyasi Məsələlər şöbəsinə rəhbər gətirilib. Ramiz Mehdiyev 23 oktyabr 2019-cu ildə Prezident Administrasiyasında vəzifədən azad edildi. Cəmi bir ay sonra 29 noyabrda Əli Həsənov yola salındı. Ramiz Mehdiyev və Əli Həsənovun eyni komandada oynadıkları haqda bundan sonra yayılan məlumat daha heyrətamizdir. Mediada yayılan məlumata görə hazırda Britaniyaya sığınan və oradan Azərbaycan hakimiyyətinə qarşı çirkin böhtanlar yağdırmaqdan çəkinməyən Qurban Məmmədov Nərimanov rayonunda o vaxt icra hakimiyyətinin işçisi olan Nurlan Həsənovla sövdələşməyə gedərək saxtakarlıq yolu ilə ona aid edilən mənzilin sahəsini sənədlərdə 480 kvadrat metr kimi rəsmiləşdirib. 2011-ci ildə Gilan MMC-yə məxsus olan Azərtrans MMC həmin ərazidən tikinti məqsədi ilə sakinləri köçürməyə başlayıb. Qurban Məmmədov isə saxta yolla 480 kvadrat metr yazdırdığı ərazi müqabilində verilən əmlakla razılaşmayıb. Daha sonra Əli Həsəni uzatmağa çalışıb. Sonra işə Ramiz Mehdiyev qarışıb. O, icra başçısına zəng edib və üstünə qışqıraraq Qurban Məmmədovun məsələsini dərhal həll etməyi tapşırıb. Beləliklə, Əli Həsənov və Ramiz Mehdiyev tərəfindən gedən tapşırıqlar əsasında Nərimanov rayonu, Nağıyev küçəsi, 19-27-ci məhəllə 2A saylı ünvanda inşa edilən binada 3 mənzil Qurban Məmmədova verilib. Bu mənzillərin ümumi sahəsi 306,5 kvadrat metr, qeyri-yaşayış sahəsi isə 909 kvadrat metrdir. 80 kvadrat metr qaraj verilib. Ümumilikdə Qurban Məmmədov saxta yolla 130 kvadratdan 480 kvadrat yazdırdığı sahə müqabilində Atlant İnşaatın tikdiyi yeni binada 1295,5 kvadrat metr ərazi əldə edib. Bu sahəyə görə Qurban Məmmədovun 1.324.500 manat pul ödədiyi deyilsə də faktiki olaraq bu pul ödənilməyib. Bu əməliyyat tam şəkildə qanunsuzdur. Qurban Məmmədovun Əli Həsənovun dəstəyi ilə əldə etdiyi mülklərin sayının onlarla olduğu və onların dəqiq ünvanları da mediada yayılıb. Maraqlıdır, Əli Həsənov niyə tələbə yoldaşı Qurban Məmmədova bu qədər yardım edib? Bunun arxasında hansı maraqlar dayanıb? Bəs Qurban Məmmədova ilk yardım edən Nurlan Həsənov kimdir? Nurlan Həsənovun ilkin $500.000 kapitalı bağlanmış Azərbaycan Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılmasının qazanması haqda istintaqın dəlil əldə etdiyi vurğulanır. Hətta buna görə o beynəlxalq axtarışa da verilibmiş. Lakin sonralar Nurlan Həsənovla bağlı mətbuatda yazılmış bütün yazılar Əli Həsənov və Eldar Mahmudov tərəfindən sildirilmişdi. O zaman Əli Həsənovun canfəşanlığının səbəbi ictimaiyyətə bəlli olmasa da Konkret.az yazır ki, illər sonra Nurlan Həsənovla biznes ortağı olması faktı üzə çıxdı. Eldar Mahmudovun öz ailəsinə aid olan 90AA009 nömrəli dövlət nömrə nişanını Nurlan Həsənova hədiyyə etdiyi vurğulanır. Nurlan Həsənov isə bu qardaşlıq qarşısında borclu qalmamış, əvəzində Eldar Mahmudova Əhməd Rəcəbi küçəsində 40 milyon manat olan bir neçə mülk hədiyyə etmişdi. Ən ciddi ithamlar 2020-ci illə bağlıdır. Əli Həsənov və Ramiz Mehdiyevin vəzifədən azad edilməsindən az sonra. Həmin il Əli Həsənovla Nurlan Həsənovun eyni vaxtda İstanbula getməsi diqqət çəkmişdi. İşin ən ilginc tərəfi isə Qurban Məmmədovun da eyni vaxtda İstanbula gəlməsi idi. Açıq mənbələrdə yayılan məlumatda iddia edilir ki, Nurlan Həsənovun sadəcə Qurban Məmmədovu maliyyələşdirdiyi bildirilsə də, sonradan onun bir çox başqa söyüş müxalifətçilərini maliyyələşdirdiyi şübhəsi yaranıb. İstintaqa cəlb edilən Nurlan Həsənovun istintaqa bəzi sirləri hələ o vaxt verdiyi də
açıq mənbələrdə yazılır. Bu məqamda Əli Həsənovun sərvəti də gündəmdədir. Açıq mənbələrə istinadla Əli Həsənovun mülklərini təqdim edirik. Yaşayış kompleksləri. Bakı şəhərində Dostluq V yaşayış kompleksi 7 blok 18 mərtəbə. Bakı şəhərində Evrostoy SS yaşayış kompleksi 12 bloklu 16 mərtəbədən ibarət olan 2 kompleks. Bakı şəhərində Rahatlığın məkanı Gold yaşayış kompleksi 25 blok. Bakı şəhərində Araz 2011 yaşayış kompleksi. Bakı şəhərində Heydər Əliyev prospektində 6 bloklu yaşayış kompleksi. Bakı şəhərinin Nərimanov rayonunda Çanaqqala restoranı ilə üz-üzə 5 bloklu bina. Bakı şəhərinin Ceyhun Hacıbəyli küçəsində Araz İnşaat tərəfindən tikilən yaşayış kompleksi. Obyekt olaraq tikilərək icarəyə verilmiş daşınmaz əmlaklar. Nərimanov rayonunda Ağa Nemətullah küçəsində 5 ədəd qeyri-yaşayış sahəsi, hər biri 3-5 min kvadrat metr. Nərimanov rayonu Atatürk prospekti 6-8 ünvanında Araz şirkətinin yerləşdiyi 2 mərtəbəli ofis binası. Ziya Bünyadov prospektində 31 ədəd qeyri-yaşayış sahəsi, beton zavod, mağazalar və s. Köhnə Erməni qəbristanlığı ərazisində 3 mini futbol stadionu. Nərimanov rayonunda İqtisad Universitetinin korpusu ilə üz-üzə 10 min kvadrat metr ərazisi olan avtoqalereya. Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində 4 ədəd obyekt Hilal elektrik binası və yanındakı 3 bina. Nərimanov rayonu Təbriz küçəsində 3 qeyri-yaşayış sahəsi, Azadlıq prospektində inşa edilmiş otel binası, restoranlar, Fəvvarələr meydanında Cook Zone restoranı, Park Bulvar və Metro Parkda Big Chef və Fast Food restoranlar şəbəkəsi, Nərimanov rayonu Atatürk parkında Park restoranı, Nərimanov rayonu Atatürk parkında Beer House restoranı, Nərimanov rayonu Atatürk parkında Garden restoranı, Nərimanov rayonu Həsən Əliyev küçəsinin Murad küçəsi ilə kəsişməsində 50 sot ərazidə Şadlıq evi və gecə klubu kompleksi, Nərimanov rayonunda yerləşən Hamam kompleksi, Nərimanov parkı ərazisində 3 ədəd restoran və oyun atraksiyonları, dövlət hesabına tikilərək mənimsənilmiş obyektlər. Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi 3A ünvanında dövlət hesabına tikilərək mənimsənilmiş 12 min kvadrat metr qeyri-yaşayış sahəsi. Nərimanov rayonu Heydər Əliyev prospektində dövlət hesabına tikilmiş 5 binada qohumlarının adına yazdırdığı 10 ədəd mənzil. Zamin, Azər, Zahid, Fərasət və digər qohumlar. Villalar. Əhməd Rəcəbli küçəsində Hilal elektrik mağazasının arxasında tikilmiş 3 ədəd 4 mərtəbəli villa. İstanbulun lüks səmtində boğaz mənzərəli qəsr qiyməti 25 milyon Amerika Birləşmiş Ştatları dolları. Şamaxıda 4 ədəd villa, Novxanıda 2 ədəd villa, Nərimanovda köhnə Erməni qəbristanlığı ərazisində 6 ədəd villa. Zavod. İstanbulda Mercedes markalı yük maşınları istehsal edən zavod, dəyəri 120 milyon ABŞ dolları. Kənd təsərrüfatı. Ramanıda 10 hektar ərazidə 1000 baş heyvanın saxlandığı ferma. Gecə klubu. Nərimanov rayonunda Las Vegas gecə klubu. Kiçik obyektlər. Nərimanov rayonunda 30 ədəd ticarət köşkü və avtoyuma. Nərimanov metrosu üzərində 4 ədəd qeyri-yaşayış sahəsi. Yekun qeyd. Əli Həsənovun Nurlan Həsənovla birgə mənimsədiyi və yuxarıda qeyd edilən əmlakların dəyəri 2 milyard manat olaraq qiymətləndirilir. Bu qədər böyük sərvətləri ələ keçirən şəxslərin hakimiyyət eşqinə düşməsi mümkündür. Yəqin ki, istintaq hakimiyyəti zorla ələ keçirməyə çalışan şəxslərin biznes imperiyasının necə idarə edilməsi və kimlərə nələrin göndərildiyini də üzə çıxaracaq.